Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Marşrut yolundan 150 metr məsafədə gözəl bir evimiz çıxıb satışa. Evimiz tam təmirlidir. Son tamamlanma işləri gedir. Sözü gedən evimiz budur. Paket kupçalı. Həyətinə rahatlıqla bir maşın daxil ola bilən bu evimiz artıq satışdadır. 6 daş kürsü üzərində tikilib. Dəmir raşotkalarına qədər vurulub, su xətti, qaz xətti, işıq xətti var. Belə bir gözəl artıq veşlər yığmaq üçün zirzəmisi də var, hörmətli izləyicilərimiz. İndi isə keçək evin daxilinə, daxili ilə sizi tanış edim. Kombi xətləri burada yığılıb. Qaz xətti çəkilib, evə birləşdiriləcək. Son tamamlanma işləri gedir içəridə. Bu bizim monitör əmidir, knyaz əmidir. Evin pulsatorlarını qoşur. Baxın, hörmətli izləyicilərimiz. Burada yerləşir evin geniş bir qonaq otağı. Gün görən pəncərəsi var. Burada yerləşir evin mətbəxi. Onu da qeyd edim ki, bu evdə pəncərənin qabağını heç bir maneə kəsmir. İstəyir qonaq otağında, istəyir yataq otağında, istəyir mətbəxində. Hamısı yola baxır. Ara yoldur, evə gələn yoldur, ara yoldur. Hörmətli izləyicilərimiz, baxın, qonşunun maşını da dayanıb. Qiymət çox əla bir qiymətdir. Burada torpağın sotu 20-25 gündür, hörmətli izləyicilərimiz. Aksesuarlar da quraşdırılıb, tam təchizatdır. Pəncərələrin setkasına qədər var, qoyulacaq. Qiymət 52.000 deyilir, real müştəriyə endirimimiz olacaq. Biz tərəfdən gələn müştəriyə biraz endirimi çox edəcəyik inşallah. Sahibindən satılır. Əmin, bu ev barədə nə deyə bilərsən? Qəşəng evdir, əla evdir. Tok sistemində siz çəkirsiniz də, yəni... Tok işləri hamısı normal kabellə çəkilir. Oldu əmi, çox sağ ol, var ol. Aşağıda karkas beton, yukarıda aynanın başında karkas beton. Maşallah olsun. Heç nə, bu qədər. İnşallah gəlin yerindəcə baxın, qiymət sahibi ilə danışaq, qiymət barədə. Allah xeyrinizi versin, alanında, satanında inşallah.